Akşam görüşleri. Akşam görüşleri. Gelsinler kuşlar akşam görüşlerine. Gelsinler kuşlar akşam görüşlerine. Akşam görüşlerine. Mikrofon önünde verilişin müellifi Rafael Hüseynov. Akşamınız xeyir, hörmətli dinləyicilər. Bugünkü verilişimizi unudulmaz xanəndəmiz Canali Əkbərovun xatirəsinə həsr edirik. O, sədaqətli insanıdır. Etibarlı adam olduğunu, həyatının mənası hesab elədiyi muğama ilk gənclik illərindən ömrünün sonuna dək sadiqliyi ilə sübut etdi. Xanəndə atasından və ustadlarından muğamın saflığını qorumaq dərslərini almış Canali Əkbərov bu öğütlərə daim dəqiqliklə əməl etməklə yanaşı, həmin ibrətləri yeniyetmələrə də aşıladı. 10 illər keçəcək, 100 illər dəyişəcək. Müasirimiz olmuş Canali Əkbərovun oxuları yeni nəsillərin yaşayacağı sabahlara da çatacaq. İndi olduğu kimi uzaq sabahlarda da bu yadigarlara müntəxabat, örnək kimi baxacaqlar. Bu ülgülərdən öyrənəcəklər. Səs yazma kəşflərinin hələ gələcəkdə olduğu keçmiş əsrlərdən üzübəri, ağızdan ağıza, dildən dilə, barmaqdan barmağa, yaddaşdan yaddaşa ötürülə indiyədək salamat gəlib çatıbsa, bunun səbəbkarları elə Canali Əkbərov kimi muğamın təmizliyini, duruluğunu qoruyub saxlamağı bacarmış insanlar, muğama, el musiqimizə sədaqətli şəxsiyyətlər olub. Canali Əkbərov el adamıydı. Daim xalq içərisində idi. Oxuduğu muğamında səliqəli olmağı, həmişə nizamı, sahmanı hifz etməyi bacardığı kimi, insani münasibətlərində də eyni meyarlara daim riayət eləyirdi. Sənətkardan ötürü bütöv millət elə doğma ailəsi deməkdir. Ancaq sən bu böyük ailənin layiqli övladı olmaq üçün gərək əvvəlcə öz balaca ailənin, əslinin, şəcərənin içərisində nümunəvi olmağı bacarasan. Canali Əkbərov hələ yeniyetmə yaşlarından ailənin də, nəslin də sevimlilərindən olmuşdu. Yaşa doldu, sənət aləmində şöhrətləndi, ailənin də, nəslinin də iftixarına çevrildi. Vətən doğma qucaqdır. Ailə ilk ocaqdır. Ocağa sadiq olan müdam yaşayacaqdır. Bu el sözünün həqiqəti elə Canali Əkbərovun da nəsib oldu. Bu axşam unudulmaz xanəndəmizi içərisində olduğu nəslin, ailənin gözü ilə görməyə və göstərməyə çalışacağıq. Dəyərli xanəndəmiz, xalq artisti Canali Əkbərovu anırıq və ilk həmsöhbətimiz sənətkarın qardaşı Tərlan Əkbərovdur. Sözümüzün qəhrəmanı Canalidir. Canali
İndi bugün bu meclise toplaşanların her biri için çok əzizdir. Ve Azerbaycan'ın dört bucağında Canəli insanları əzizdir. Ama bizim için iki kat əzizdir. Çünkü onun xanəndəlikdən, sənət adamı olmaktan daha artık bir yeri var her birimizin içerisinde. Rafael müəllim, mən sizə çox minnətdaram. Siz Canəli müəllimin xatirəsini həmişə əziz tutmusunuz. İstər sağlığında, istərsə dünyasını dəyişəndən sonra siz ona ən yüksək, ali qiymət vermişsiniz. Buna görə mən ailəmizin, familiyamızın, qohumlarımızın hamısının adından sizə dərin təşəkkürümü bildirirəm. Elə Canəli müəllimin dünən anım mərasimində mən orada deməsəydim düz olmazdı. Canəli müəllim dünyasını dəyişəndən sonra siz onun vəfatının bir illik il dönümü münasibətindən bir axşam görüşləri verilişini hazırladınız və onu efirə buraxdınız. O veriliş, mən deyərdim ki, bugün Azərbaycan radyosunun fonotekasında ən qiymətli bir şedevr səviyyəsində bir yaradıcılıq məhsuludur. Siz ora o qədər gərgin zəhmət sərf eləmişsiniz. Canəli müəllim şəxsiyyətinə o qədər yüksək qiymət vermişsiniz ki və orada gözəl bir cümlə işlətmişsiniz ki, bir vaxtlar Canəli müəllim öz müsahibəsində, yəni rəhmətli bizim ulu tarçalarımız, bizim misilsiz tarçalarımız, böyük tarçalarımız Hacı Məmmədov haqqında müsahibə vermişdi. Siz o müsahibəni, indiki dövrdə müsahibənin bəzi hissələrini xırda ixtisarlarla dinləyicilərə təqdim etdiniz. Canəli müəllimin sənət yoldaşları haqqında dediklərinə uyğun da tövsiyə etdiniz ki, bu adamın özünün də şəxsiyyəti haqqında siz mühakimələr yürüdə bilərsiniz. Artıq orada hər şey öz sözünü deyir. Mən Canəli müəllimin qardaşı olmağımdan hər yerdə fəxr eləmişəm. Ələlxüsus ona görə ki, mən hüquq təhsili almışam. Harda olmağımdan asılı olmayaraq istər-istəməz diqqətlər mənə yönəlib ki, bu Canəli Əkbərovun qardaşıdır. Əlbəttə, fəxarətli mərtəbədir, amma həm də məsuliyyətli məqamdır. Çünki istər-istəməz adam özünü yığışdırır, oturuşuna, duruşuna, sözünə və ətrafdakilərlə münasibətə təbii ki, redaktəli bir baxış sərgiləməli olursa. Tarih ilə gətirib ki, rəhmətli atamız bildiyiniz kimi, yəqin ki, dinləyicilərin də böyük əksəriyyətli məlumatı var. Çox monumental xanəndə olub, ömür boyu Tara Kamançayı oxuyub, rəhmətli Bəhram Mansurovun kiçik qardaşı Nadir Mansurov və Azərbaycan kamança sənətinin ən ulu nümayəndələrindən biri, ən möhtəşəm nümayəndələrindən biri, dahi Müslüm Ağamayevin tələbəsi İsmail Talışınski də kamança ifaçısı. 25 il sənət yoldaşlıq edib, gözəl səs yadigarları qoydu. Düzdür, ömrünün ixtiyar çağlarındakı səslər bizə gəlib çatıb. Amma cavanlığında qəlbi xananda olub, onun pencəyi bu kəndə, o kəndə uğurlanarmış və mikrofon olmayan vaxtı dolu səslə, bunu mərhum Bəhram Mansurovun xatirələrindən biz bilirik. Dolu səslə elə oxuyardı ki, qonşu kənddə oxumaqları bizim kəndə gəlib çatardı. Yəni zığlı, qaltanlı səs. Canəli müəllim belə mühitdə böyümüşdü və o Bakıya köçəndən sonra biz hələ uşaq idi. Onun hər bir gəlişini biz intizarla gözləyirik. Təbii ki, indiki kimi sosial şəbəkələr yox idi, telefon rabitəsi yox idi. Biz bir neçə gün öncədən məlumat biləndə ki, Canəli müəllim gələcək. Biz bir də görürük ki, bizdən əvvəl rayonun ziyalıları, tanınmış şəxsiyyətlər hamısı bizim həyətə axışıb Canəli müəllimin gəlişini gözləyir. Hansısa elə bir ki, həz ziyarətindənmi, Kərbəla səfərindənmi, ya digər möhtəşəm məclislərdən kimsə çox belə tanınmış bir insan gəlir. Onun sərdəsinə gəlirdilər, onun işığına yığışırdılar. Bizim həyətimizdə Lənkəranın Tükəvdə kəndində onun gəlişi bir hadisəyə çevrilirdi.
özünə borc bilirdi ki, yəni elin, ovanın xeyrində, şərində iştirak etsin. Hətta fiziki baxımdan bəzi məclislərə çatdırmayan da sonradan mütləq həmin qapılardan gedib içəri girirdi. Qohumluq, qardaşlıq, kəçilik borcundan çıxırdı. Onun ifasını Lənkəranın Şağlasır kəndi var. Ora Bakının Nardaran kəndi səviyyəsində olan bir sənət məbədgahı deyim, sənət biliclərinin məkanı mı deyim, Xan Əmi başda olmaqla Azərbaycanın bütün qaymaq oxuyaları orada imtahandan keçirlər. Rəhmətli Zülfü müəllim Adıgözəlov, Zülfü bəy atamla dostluq edirdi, atama qaval bağışlamışdı və bunlar Canali müəllimin gözünün qabağında olmuşdu və o kəndə də həmişə gedib sənət söhbətləri edərdi və ən çətin, ən ağır toyları Canali müəllimə həvalə edirlər ki, bu dinləyicilərin öhdəsindən o gələr. Hətta mən indi ad çəkmirəm, mərhum xalq artistlərdən biri gəlib Canali müəllimə dedi ki, Canali müəllim, mən Şağlasır kəndini yazdım özümün qara dəftərimə. Dedim, nə üçün? Deyir, orada dünən mən toyda idim, mən Bayat Şiraz oxuyurdum. Öz qulağımla eşitdim ki, çadırın arxasında 2 arvad dedi ki, daha onun qolqışını qırdın da. Demək, burada arvadlar da muğam bilirlər. Təbii ki, Canali müəllim çox səliqəli adam idi, məsləhətli adam idi, sənətinə vurğun idi, sədaqətli idi. Rafael müəllim, siz bunları gözəl bilirsiniz və dönə-dönə də bunları qeyd eləmişsiniz. Canali müəllim muğamın bir notuna da xəyanət eləməzdi. Olduğu kimi oxuyardı və atasından necə öyrənmişsə Dahi xan Şunskidən, Seyid Şunskidən aldığı muğam tərbiyəsini, aşiqi olduğu Mütəllimovdan aldığı muğam tərbiyəsini o yaşadırdı, inkişaf elədirdi və tələbələrində də o cür sirayət edirdi. Tale ilə gətirdi ki, mənim tələbəçiliyim Canali müəllimin evində keçib, mən onun oturub duruşundan həyat dərsi almışam. Ailəsində onun xanımının bişirdiyi yeməklər bütün o dövrün muğam ifaslarının demək tamarzı, demək arzu elədiyi yeməklər idi. Onun evində ümumiyyətlə heç vaxt qapı bağlanmazdı. Hərdən bir mən gəlinə deyirdim ki, ay gəlin, bura Lənkəranın Tükəvlə kəndi deyil. Heç olmasa hərdən bir bu qapını bağlayın, amma qapı həmişə açıq. Azərbaycanın hər yerindən axışırlar bura. Sənət aşiqləri, demək ki, sadə insanlar, qohum əqrəba ümidlə qapısına üz tuturdular. Canali müəllim də haracan imkanı var idisə, haracan əli çatırsa, bir təmənnə olaraq hamının qabağına düşürdü. Yeri gələndə öz ailəsini, uşaqlarını bizi düşünmədən onun qapısına ümid işığı ilə gələnlərin qabağına düşüb problemini həll etməyə çalışırdı. İndi nə dərəcədə bu ona müəssər olurdu, o başqa söhbət mövzusudur. Amma mərcəsinə mərdlik kimi bir, o ki, mərdana xüsusiyyətli bir öyük şəxsiyyət idi. O, həmin insanlara kömək eləmək özünün mənəvi borcu və bizə də bunları aşırırdı. Mənim tələbə yoldaşlarım var, indi də hərəsi bir vəzifədə olanı var, pensiyada olan var. Canali müəllim istər filarmoniyada, istər opera teatrında çıxışlar eləyəndə mənə qabaqcadan həmişə sifarişlər olurdu ki, bizə
o məclisdə iştirak eləməyi nəsib edin. Yəni biz o məclisdə iştirak, o günlərin şahidi olaq. Mən Bakı Dövlət Universitetində oxuyarkən Canan müəllim mənlə bir şərt kəsdi. Dedi, bala, bu universitet, bu sən daxil ol, mən səni oxutduracağam. Bəli, oxutdurdu məni. O mənə geyim aldı, o mənə gecim aldı. Evində mən yatdım. Belə deyə də o vaxt ya yataqxanada qalırdı, ya da kirayədə. Bunların heç birindən mən istifadə etdim. Çünki mən artıq təminatlı evdə idim. Canan müəllim çörəyini yirdim. Və o dövrdə fürsətdən istifadə edərək onun evinin daimi qonaqları olan böyük ustadları gördükcə adam elə bir ki, bir növ şoka düşürdü. Təsəvvür edin ki, qapı açıldı, Dahi Xanşunski ailəsi ilə Canan müəllimin evindədir. Böyük Əbülfət Əliyev onun evindədir. Böyük Yaqub Məmmədov onun evindədir. Bizim çox böyük nəng xanəndəmiz, qadın xanəndəlik sənətinin bayraqları şəxsən mənim qənaətimdədir. Sara xanım Qədimova evdədir. Rübaba xanım evindədir. Rəhmətli Tükəzban İsmailova ilə, Şövkət Ələkbərova ilə, bunların hamısından Canan müəllimin bir sənət yoldaşı olaraq çox saf münasibətini görürdüm. Yəni Canan müəllimin evinə sonraki dövrün tələbələri də gəlirdilər və biz onların Canan müəllimə münasibətini görürdük. Həm özümüz formalaşırdıq, həm də Canan müəllimə bir növ belə deyək də qürur hissi baxırdı ki, Allah Taala nə yaxşı ki bizə qismət edib, biz belə bir böyük şəxsiyyətin qardaşıyıq, onun ətrafındayıq, onunla yanaşı addımlayırıq. Bunlar əlbəttə indi adamın yadına düşdükcə o günlərdən ötürü adamın burnunun ucu göynür. Rafael müəllim, siz çox sağ olun ki, o dövrdə də bir neçə silsilə verilişlər həsr eləmişsiniz. 30 milyondan biri televiziya üçün və yaxud da axşam görüşləri verici. Mən özümə borc bilərəm və bunların əvəzini sizə biz verə bilmərik. Yəni siz o boyda zəhmətlə bunları, məhəbbətlə bunları hazırlamışsınız. Tamaşaçılara, dinləyicilərə çatdırmışsınız. Rafael müəllim, bunlar Azərbaycan musiqi mədəniyyəti qarşısında sizin böyük xidmətlərinizdir. Bir daha çox sağ olun. Yəni Canan müəllimi biz təkcə qardaş kimi yox, həm də ağsaqqal kimi görürdük. Mən bir yumoristik bir iştiqi də əlavə edeyim. Hərdən bir o məndən kiçik qardaşım var, bir aşolog idi, yavrusu qardaşlarım. Atam özü bilə çox mülayim kişi idi. Biz onun səs qaldırdığını, bizə acıqlandığını, bizi öz incitdiyini görməmişdik. Bizi Canan müəllimə qorxudardı. Hələ qoy o oğlan gəlsin, mən sizi şikayətçi ona ilərəm. Yəni o da öz aləmində Canan ağsaqqal hesab edir. Bəli, o ağsaqqal idi, o böyük kişi idi. Ətraf kəndlərdə Canan müəllimin vəfatından sonra mən yaşlı kişiləri, qadınları ağlayan görmüşəm. Bizim evə gecə-gündüz axın edən dinləyicilər onda deyirlər ki, biz indi bildik ki, Azərbaycan musiqi mədəniyyəti, Azərbaycan muğam ifaçılığı sənəti nə boyda azman bir sənətkarı itirdi. Növbəti həmsöhbətimiz xalq artisti Canəli Əkbərovun qızı Sevinç xanımdır. Sevinç xanım,
atası, valideyni hamının tanıdığı bir insan olmaq əlbəttə ki, şərəfdir. Xüsusən adam indi bu kiçikkən məktəbdə oxuyanda, bu gənc paytuşları ilə oturup duranda bundan iftixar edir. Amma həm də tanınmış bir atanın, tanınmış bir valideynin övladı olmağın özünün də bir ayrı məsuliyyəti var. Gərək ona uyğun da sən özün davranasan, cəmiyyət içərisində hərəkət edəsən. Və mən çox sevinirəm ki, sizlə üzbəyiz oturmuşuq və Canəlinin qızı ilə üzbəyiz əyləşmək elə Canəlinin o ruhu ilə yanaşı olmaq deməkdir. Və Canəli muğamatı sevib, şeiri sevib, sənəti sevib, amma təbii ki, balasını onların hamısından çox sevib. Siz onun ürəyinin bir parçasısınız. Çünki bilirəm ki, Canəli çox övladları sevən, nəvələri sevən, ailəni sevən, ailəyə sədaqətli bir adam idi. Və elə bu keyfiyyətlər olmasaydı ki, o cürə yaxşı da oxuya bilməzdi əslində. Çünki bu muğamat elə dürüst bir şeydir. Bunu yaxşı oxuya bilmək üçün gərək içərdən də sən saf, dürüst bir adam olasan. Odur ki, atanızı yada salırıq. Çox sağ olun Rafael müəllim. Bu verilişi atama həsr eləmişsiniz. Sizin bu verilişiniz mənim gənclik illərimi xatırladır mənə. Gənclik illərində mən otururdum atamla bərabər. Dedi, qızım, aç radionu, indi Rafael müəllimin axşam görüşlər verilişi başlayacaq. Çox samballı bir verilişdir, çox dəyərli bir verilişdir, çox dəyərli bir insansınız, gözəl də aparıcısınız. Ləzzət edir bizə, həzz alırdıq o verilişə qulaq asdıqca. Elə bilsən ki, bulaq kimi axırdı sizin səsiniz, danışığınız. Qaldı Canəl Əkbərov haqqında danışmaq. Mən həmişə deyirəm ki, mən fəxr edirəm ki, Canəl Əkbərovun qızıyam. Yəni bunu çöldə bayırda heç vaxt istifadə eləməmişəm. Deməmişəm ki, ay mən Canəl Əkbərovun qızıyam, belə yox. Canəl Əkbərov gözəl ata, qayıkeş baba idi. Həm də tələbkar ata idi, çox tələbkar idi. Çox qadağalar qoyurdu bizə. Yadımdadır ki, orta məktəbdə getdim, özümü yazdırdım musiqi məktəbinə, rəqsə. Buna demədim, beni səhv elədim, buna demədim. Neysə, gəlib mamamdan soruşub ki, hardadır? Deyib, bəs gedib rəqsə yazır özünü. Bir də gördüm ki, gəldi, məni rəqsdən çıxartdı. Dedi, qızım, olmaz. Məndən icazəsiz gəlmirsən, olmaz. Özünü sevən insan idi, dəyər verirdi özünə. Səsinə, səsinin vurğunu idi. Deyirdi ki, məsəl üçün, qoy o muğamatımı, məsələn, Zabul Segahı, ya Bayatı Şirazı, ya Şahnazı qoyurdum. Deyirdi, qızım, bir də Fırat Ovalı. Fırladırdım. Bəlkə yalanlamasın 4-5 dəfə eyni yerə qulaq asırdı. Deyirdim, ayolda, görürsə bu belə niyə eləyir? Ya məni incidir, ya da ki, neysə. Sonradan özümə analiz elədim ki, bu yeniliklər eləmək istəyir təzədən. Axtarırmış da, işləyir. Yeniliklər eləmək istəyirdim. Gedirdi məsəl üçün işə, dedi, qızım, mən baxa bilmərəm, mənim haqqımda məsəl üçün bu Rafael müəllimin verilişi olacaq, ya hansısa bir aparıcının verilişi olacaq, hansısa bir kanalda olacaq, mən baxa bilmərəm, onu mən gəldəndə mənə olduğu kimi oturursan, danışırsan. Otururdum televizyon qarşısında, olduğu kimi hamısının beynimdə onu yazırdım, gələn kimi, içəri girən kimi birinci sualı bu olurdu ki, qızım, baxdın, necə idi? Dedim, baba, əla. Necə danışdım? Dedim, əla. Onun cümlə bizdən soruşurdu. Xarici qastrollara gedərdi. Biz 5 uşaq olmuşuq. Allah ölənə bizə rəhmət eləsin. İndi 3 qalıb, cavan balasını itirdi. Gedirdi, məsəl üçün, qastrollara xaricə gedirdi, ya Bakının hansısa rayonlarına gedirdi. O vaxtı mobil yox idi. Ev telefonları idi.
bəlkə gün ərzində neçə və zəng eləyirdi, mamamla danışırdı və deyirdi ki, bir uşaqlar bir-bir məndən danışsın. İndi biz də qorxumuzdan bizə həyata düşməyə qadağa qoyurdu. Saat qoyurdu bizə. Bu saatdan bu saat evdə olacaqsınız. İnanmırdı ki, məsələn uşaqlar evdə. Mamam dedi evdədirlər. Dedi yox, bir onların səsini eşidim. Səsimizi eşidirdi bircə-bircə və soruşurdu ki, nə yemişsiniz? Mama sizə necə baxır? O belə ata idi. Nəbələri üçün daha əldən gedən ata idi. Mən deyərdim ki, Canəli Əkbərov sənətinin vurğunu, səhhətinə baxmırdı, qətiyyən səhhətinə baxmırdı. Dedim, ay baba, problemim var, budur. Dedi, qızım, mənlə işin olmasın. Elə həmişə bunu deyərdi. Mənlə işin olmasın. Mən lap yaxşıyam, sağlamam, öz sağlamımızın qeydinə qalın. İndi sevinirəm ki, yaxşı ki o tələbləri bizə, o qadağaları bizə qoyub. Biz də öz övladlarımıza onu aşladıq. Məsələn, bizi çıxardırdı şəhərə, uşaq idik. Çıxardı şəhərə, indi uşaqlar nə bilir ki, bura haradır? Deyək, bu Nizami muzeyidir, bu nə bilim, xalçaçılıq muzeyidir. Biz yol getdikcə rayona gedirik məsəl üçün. Təsəvvür edin ki, o bizə bircə Bakının o, bütün o dilbər güşələrini, bütün o muzeyləri bizə dedik, qızım, bax, bura Nizami muzeyidir, bura xalçaçılıq muzeyidir, bura muğam mərkəzidir. Bunu bizim beynimizə həkk eləyirdi ki, biz neysə savadlı olaq. Bax, o estafeti təzədən öz nəvələrini ötürdü. Təzədən nəvələrinə də bax, aparırdı gəzməyə, nəvələrinə də deyirdi ki, bax, yadınızda qalsın ki, bura bilən yerdir, bura muzeydir, bura akademiyadır. Bax, belə bir insan idi, belə bir ata idi, belə bir baba idi. İndi bilirsiniz, bu sizə o qoyduğu tələblər, məhdudiyyətlər, indi o zamanına görə insanı darıxdırır. Amma illər keçəndən sonra onun bir başqa dərsi var. O bəhrəni siz gözünüzü açıb onu görmüsünüz. Ha? Siz öz övladlarınızı yetişdirəndə də o tərbiyəni orada tətbiq eləmişsiniz. Və nəsillər arasındakı bu körpü belə yaranır da. Deyirdi, qızım, özüm üçün demirəm, sizin gələcəyiniz üçün deyirəm. Sizin gələcəyiniz üçün deyirəm ki, yol gedəndə, məclisdə, necə deyirəm, avtobusda, ən əsasda işdə özünüzü mənə layiq idarə eləyin. Mənim adıma layiq, mənim adıma xələl gətirməyin. Deməli, imtahan verirəm, Rafael müəllim, dövlət imtahanı verirəm bu institutda. Bileti çəkdim, Kamal müəllim idi bizim pedaqoji müəllimimiz. Dedim, Kamal müəllim, olar ki, danışım. Qabaqcanda axşam papam dedi ki, qızım, sabah imtahanı, dedim, bəli. Dedi, hazırsan, dedim, bəli, papa, hazıram. Neysə, getdim imtahana, dedim, Kamal müəllim, olar bədahətən danışım da, mən hazıram. Dedi, yox, olmaz, ged otur, hazırlaş. Sinifkum qayıtı dedi ki, Kamal müəllim, bilirsiniz bu kimdir? Dedi, yox, deyərsən bilərəm. Dedi, bu Canəli müəllimin qızıdır. Əlini vurdu, əlinin üstündə, dedi, pay ata ondan. 4 il məndə sən oxuyasan, Kamal müəllimin sözü indi kim yadındadır. 4 il sən məndə oxuyasan, sən deməyəsən ki, mən Canəli Əkbərovun qızıyam. Mən o insanın vurğunuyam, aşıqıyam. Hələ görüm qızım, Canəli Əkbərov bülbül kimi cəhcəh vurur. Bu sözlər demir, bax, olduğu kimi deyirəm. Bülbül kimi cəhcəh vurur. Görüm, Salayeva Sevinç, Canəli qızı da, Canəli Əkbərov kimi bu dərs imtahanında bülbül kimi cəhcəh vuracaq ya, yox. Qiymətimi yazdı deyəndə ki, yəni cavab verdim, yazdı. 4 verildi mənə, dedi, Canəli Əkbərova görə sənə 5 verirəm, elə-belə. Allah Canəliyə rəhmət eləsin, o bizim həmişə qəlbimizdə, ruhumuzda yaşayacaq və təbii ki də indi övladın, xüsusən qız övladın ürəyində atanın həmişə bir məxsusi yeri var. Sizi də çox istəyirdi, siz də onu çox istəmişsiniz. Anama hərdən deyirəm ki, mama səni istəyirəm, çox istəyirəm. Valideynləri ayırmaq olmur, amma incimə mənim sözümdən atamı səndən neçə pillə yuxarı istəyirəm. Həmişə deyirəm, mamam inciyir ki, hə belə olar da, papanı çox istəyirsən. Deyirəm, mama yox, ümumiyyətlə də qız uşaqları ataya bağlı olurlar. Mənə dedi, qızım, sən mənim oğlumsan, həm qızımsan, həm gəlinimsən, hər şeyimsən mənim. Bir gün Mələk xanım zəng elədi bizə, telefonu mən götürdüm. Dedi, danışan kimdir? Dedim, Sevinç. Dedi, bax, telefonda yaxşı ki, sənin adını eşitdim. Və səni həmişə deyir ki, Sevinç, bax belə. Bir də Şamaxıda toyda olduq biz, Nəriman Saxlında. Təsəvvür edin ki, o zonada muğama aşıq idi. Orada kadınlar palatkanın arxasından nəmər göndərirdilər ki, Canəli Əkbərov Narı mahnısını oxusun bizim üçün. Ya Bayat-ı Şiraz oxusun bizim üçün. Onlar papa oxuduqca ağlayırdılar.
Canəli Əkbərovun kürəkəni Nuraddin Salayev həmişə Canəli Əkbərova yalnız bir qohum deyil, onun ən ardıcıl pərəstişkarı kimi məhəbbət bəsləyib. Söhbətini eşidəcəksiniz, özünüz də ona şahid olacaqsınız. İkimiz üçün də əziz olan bir insanı yad edirik, Canəli müəllimi. Canəli bizim ömrümüzdə də Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin tarixində də silinməz izlər qoymuş bir insandır. Əlbəttə ki, onun haqqında bütün gələcək içərisində də yazacaqlar, deyəcəklər. Bəlkə sənətinin biz görmədiyimiz və biz tuta bilmədiyimiz gözəlliklərində hiss eləyəcəklər. Bunun haqqında düşüncələrini qələm alacaqlar. Amma hər halda bizim bir başqa üstünlüyümüz var ki, biz bir köynək yaxın olmuşuq, yanında olmuşuq, nəfəsini duymuşuq, səsini eşitmişik. Ona görə mən istəyərdim ki, sizin gözünüzlə görünən Canəli müəllim haqqında düşüncələrinizi, xatirələrinizi, yaddaşlarınızı bölüşəsiniz. Çox sağ olun Rafael müəllim, siz bizi belə bir gözəl verilişə dəvət eləmişsiniz. Yəni xalq tərəfindən sevilən və izlənilən çox gözəl bir verilişdir. Uzun illər mən də öz cavan vaxtlarımda bu verilişi izləmişəm. Əlbəttə ki, bizim üçün çox şərəfdir, qürurludur ki, o böyük bir sənətkarın ailəsinin üzvlərindən biriyik və sizin kimi böyük görkəmli bir şəxsiyyətin, böyük bir alimin, böyük bir insandan biz Canəli müəllim haqqında öz xatirələrimizi söyləyirik. Canəli müəllim sənətkar kimi onun sənəti haqqında siz özünüz də gözəl bilirsiniz və çoxlu verilişlər çəkmişsiniz və sənət adamları da onun haqqında deyib. Yəni onun sənəti haqqında bizim deməyimizə heç ehtiyac qalmayıb. Ancaq Canəli müəllim bir ailə başçısı kimi, nəslin bir ağsaqqalı, böyüyü kimi biz onu çox gözəl xatırlayırıq. Yəni çox ailə canlı, gözəl bir elin ağsaqqalı idi. Ailəsini, övladlarını çox sevən bir ata idi. Nəvələrlə qürur duyurdu. Həm də həyatda da biz Canəli müəllimin ki, ətrafında olmuşuq, biz ondan çox şəxs eləmişik. Həyatda özümüzü necə davranış qaydalarını biz ondan şəxsi götürmüşük. Yəni Canəli müəllim çox dəqiq adam idi. Qonaqsevər idi. Elin xeyrindən, şərrindən qalmayan adam idi və onun bu xüsusiyyətlərindən biz nə qədər indi özümüzə götürə bilmişiksə biz xoşbəxtdir. Çox sevinirik, xoşbəxtdir ki, biz yəni o adamın gözün qarşısında olmuşuq, onun gözün qabağında böyümüşük və bundan fəxr edirik. Sizə də təşəkkür edirik ki, siz belə bir görkəmli adam haqqında, insan haqqında veriliş çəkirsiniz və mən şəxsən 90-cı ilin əvvəllərində siz Canəli müəllim haqqında veriliş haqqında evində qonaq olmuşsunuz, mən sizdən bir süfrə arasında oturmuşam. Sizi o vaxtdan tanıyıram. Ancaq ondan qabaq isə mən sizi tanıyırdım, bu verilişlərdən tanıyırdım. Biz elə əslində Canəlinin bir hissələriyik da. Sizin haqqınızda da bir iki kəlmə demək istəyirəm. Mən 80-ci illərdə, yəni 87 təxminənlə əsas o dövrdə sizin o vaxtı trilogiya çıxmışdı. 3 dənə kitabınız çıxmışdı. Mən sizi verilişlərdən tanıyırdım. O kitabları aldım. Kitabları oxuyanda mən çox bizim ədibləri sevmişəm, onların kitablarını oxuşam, başda Səməd Vurğun olmaqla. Siz yeganə yazıcı olmuşsunuz ki, mən sizin əsərinizi oxuyanda kitabı, sizin səsinizi eşidirəm. Sanki elə bil ki, onu siz mənə danışırsınız. Canəli müəllim öz ifalarını da dinləməyi çox xoşlayardı. Özü də əsasən mən oturardım onunla, mənə deyər falan muğamı qoy. Qoyurdum və deyir, səsi ver. Demək olar ki, televizyon bütün səsini verərdi, dinləyərdi. Sonra deyərdi, onu qaytar bir də qulaq asın. Dinləyərdi, qaytar bir də qulaq asın. Sonra deyərdi, tarı gətir. Tardan da nəsə, o özü üçün nəsə kəşf edirdi. Yəni çox xoşlayardı öz ifalarını. Sənət yoldaşlarının da ifalarını dinləyirdi. Ancaq öz ifalarını çox, mən deyərdim ki, bir tənqidçi kimi dinləyərdi, çox. Ona da mən sevinirəm, xoşbəxtəm ki, bütün bu işlərdən mən ona yardımcı, köməkçi olmuşam. Onun bütün arxivlərini, yəni harda nə danışıb, nə oxuyub, çalışmışam, əldə edeyim və onu mühafizə eləmişəm. Və sonradan da imkan yaranıb sosial şəbəkələr və yəni mən YouTube kanalı açmışam. Onların hamısını orada yerləşdirmişəm, xalqın ixtiyarına vermişəm. İndi xalq müstəqil girir, orada hansı bir muğamı istəyirsə, nəyi istəyirsə dinləyə bilir.
kaşın gözün kara göz, gelinlerden çara göz. Ay kaşın gözün kara göz. Ben aşıkım haline, yüzde kara sana. Ben aşıkım haline, yüzde kara salına. Lale ben ölşen etmez, gelin damalına. Lale ben ölşen etmez, gelin damalına. Ellerin yalan kara göz, ay kaşın gözün kara göz. Gelinlerden çara göz, ay kaşın gözün kara göz. Ellerin yalan kara göz, ay kaşın gözün kara göz. Gelinlerden çara göz, ay kaşın gözün kara göz. Bu deyirsiniz ki yerləşdirmişəm, mənim ağlıma belə bir sual gəlir. İndi bu Canəli müəllimin radioda, televiziyada oxuduqları, müxtəlif konsertlərdə çıxışları ki var, onları lent alıblar, bunlar öz yerində, bunlar hamısı rəsmi çəkilişlərdir. Amma bir də var qeyri-rəsmi çəkilişlər. Bu müxtəlif toylarda, el şənliklərində olub, Bakıda, Abşeronun müxtəlif kəndlərində, elə bir Lənkəranın özündə və orada da ayrı bir cür açılır axı xanəndə. Orada da bu vaxt məhdudiyyəti yoxdur. Ola bilsin sabah o səhnədə göstərəcəyi o möcüzə ki var, onu ilə orada hazırlayırdı. Düz deyirsiniz, çok güzel vurguluyorsunuz. Biz hatta şahit olmuşuz. Bakı kədərində toylar olardı. O bize deyirdi, o bilirdi ki biz bu qamatı necə sevirik, dinləyirik. Və deyirdi ki, məsələn, Kürdağana kəndində və yaxud da ki, Hövsan kəndində falan, Bakının Narların kəndində möhtəşəm toy olacaq. Çoxlu xanandalar olacaq, siz də gəlin. Biz gedib burada iştirak edemişik. Bizim çok sevimli büyük xanandalarımızla yanaşı Canəli müəllim və orada siz deyən möcüzələri biz görmüşük. Canəli müəllimdə orada elə qeyri-ixtiyari ifalar görmüşəm ki, gərək onun şahidi olasan. Və onun o lentlərini, toy lentlərinin əksəriyyətini mən tapmışam, onları da yerləşdirmişəm, YouTube kanalında var. Hələ əldə eləmədim, çox lentləri də var. Eşitdiyimiz adamlar ki, onlarda var. Biz müraciət edəmişik, hələ ala bilməmişik. Yəni Canəli müəllimin qeyri-rəsmi belə ifaları da çoxdur. İndi məsələn birini də mən verərəm sizə ki, istifadə eləyəsiniz. İndi dediniz yadıma düşdü. Çünki məsələn vaxtı ilə burada bu Nizami Muzeyində mən bir Füzuliyə həsr olunmuş bir tədbir düzəltmişdim. Orada Füzuli ilə bağlı bir çox qəzəlləri oxudu. Amma tamam başqa tərzdə də o demək televiziyada, radioda oxuduğu kimi ayrı bir tərzdə, daha yumşaq bir tərzdə oxudu. Hətta mən bəzi yoldaşlarım onu səsləndirəndə dedilər, yox, Canəli deyir. Dedim, yox, Canəlidir. Çünki Canəli adətən qalxır zilə, falan, zəngülələr vurur. Burada çox pəstən oxuyurdu. O zalı da balaca bir zalda keçirilirdi o. O auditoriyanda nəzərə alaraq, o şeirin özünün xüsusiyyətlərində nəzərə olaraq daha həzin bir tərzdə, daha belə məhrəmanə bir tərzdə ifa edirdi. Yəni bu da bir yadigardır. Yəni bunların hamısını toplamaq bir irsdir. Bunları gələcək nəslə çatdırmaq vacibdir. Vacibsi gözəl onu xatırladınız və mən o verilişi yazmışam. İndi sizdə olan daha... Təbii məndəki daha genişdir. İşte, onu siz versəniz mənim üçün çox böyük dəyərli bir... Veriliş bir saat gedir, o mənim danışığım da əvvəldə, sonda bütün bu əlavə Canəlinin oxumağından, çıxışından verdiyimdə, amma bizim məclisimiz 2-3 saat davam eləmişdi. Onun hamısı sonra sığışan değildi. Ona görə orada çox idi.
o toylar daha olmayacak. Kurtardı o toylar. Çünkü o toylar o xanəndələrlə bağlı idi. Çünkü o bir dəstə var idi da. Allah müəyyən bir dövr üçün ola bilirsin bu xanəndələr belə də Azərbaycanın vaxtı gətirmişdi da. Məsələn elə bir dövr olub ki, Azərbaycanın birdən-birə çox nəhəng bəstəkarları var. Məsələn bir Qara Qarayev bir millətin bir əsrinə bəsdir. Amma Qara Qarayevlə eyni dövrdə Fikrət Əmirov var. Bir Fikrət Əmirov bütün bir dövr əsrə bəsdir, amma həmin əsrin içində Niyazi var. Bir Niyazi bütün əsrə bəsdir. Onun yanında Səyid Rüstəmov var, Cahangir Cahangirov var, neçə Cövdət Hacıyev var, Arif Məlikov, nə qədər nəhəngləri. Məsələn, eyni vaxtda görsən həm Rəşid Beypudov var orada, həm Şövkət Ələkbərov var orada, həm Gülağa Məmmədov var, həm Mirzə Babayev var, həm Zeynəb Xanlarov var, Sara var, Rübabə var, digərləri. Hərəsi bir əsrə bəs eləyən adamdır. Bir xalq üçün 3-4 xanəndə, 3-4 musiqiçi ilə bir 100 ili doldura bilir. İndi bax, həmən o Azərbaycanın xanəndə nöqteyi nəzərindən də xoşbəxt bir dövr idi. İndi xan yaşdaşmışdı, xan yaşdaşandan sonra yəni bir dəstə xanəndələr vardı axı cavan. O Yaqub oradadır, Canəli oradadır, Ağaxan oradadır, Təzə başlayıb Alim oradadır, Hacbaba oradadır, digər Qaraxan Beypudov oradadır, nə bilim belə də bir dəstə, böyük bir dəstədir. Nisbətən cavanları var. Bunların hərəsi özünün yeri olan adamdır. İndi bu gəlirlər toya, bir tərəfdə əyləşib orada Ağaxan oxuyur, bir tərəfdə Canəli oturub, o bir tərəfdə Hacbaba oturub, bir yanda Qəndabı gətiriblər oturub. Və bunlar da bir-biri ilə yarış daxı, meydandır bu. El eləməlisən ki, sənə o birisindən çox əl çalsınlar. Sənə daha çox sağ ol desinlər. Və o sağ olu deyən də, o əli çalan da hamısı sadə adamlar deyil, hal əhlidir. Başı çıxan adamdır, bilən adamdır. Və bu da bilir ki, bilənə oxuyur. Sən bu televiziyada oxuyanda sən o hissiyat səndə ömründə ola bilməz. Sən gördüyün kimdir? Sən operatoru görürsən, orada kameranın yanında dayanıb, ansamblın üzvlərini görürsən. Sən o beynindən təsəvvür eləyə bilərsən, mənə 1 milyon adam baxır. Amma gözün qabağındakı sənə ilhamı verir axı. Amma orada o 200 nəfər adam orada 5 milyona bərabərdir. Üzr istəyirəm, sözü kəsirim. Orada özdə o kamera çəkən də işara edir ki, vaxtı az qalıb. Yəni orada da bir tələsiklik var. Yəni o şeylər ki, göstərmək istəyir, ona vaxt çatır. Odur ki, o toylar olmayacaq, qutardı. Yəni o toylar olacaq, yenə insanlar evlənəcək, ailə. O xanəndələr olmayacaq, o tamaşaçılar olmayacaq. Ona görə o irs ki var, bu da bir sərvətdir. Həmin o toylarda yazılmış, o xanəndələrin yarışları. İndi Vamiq öz tərəfindən çox işlər görür da, bu faydalı işdir. O çalğısı, fəaliyyəti, musiqisi öz yerində, amma bunu da görür. O lentləri daimi yığıb, toplayıb, indi paylaşır, insanlara çatdırır. O siz də düz edirsiniz. Bu şeylər yayılmalıdır, çatmalıdır. O alimin də məsələn ailəsindən və alimin də ailəsindən görürəm ki, o toylarda olanlar hamısını yığırlar, məclislər olanları çatdırırlar. Bu millətin sərvətidir da. Bu kitab kimidir məsələn. Gərək millət hamısı oxusun bunu. Hamısı dinləsin, hamısı görsün. Elədir, Rafal mən çox düz deyirsiniz. Yəni mən özüm YouTube kanalı izləyəndə mən görürəm, alimin də hansısa toyda oxuyurdu, gəldi. Mən onu dəfələrlə dinləyirəm, görürəm ki, nə üçün onlara da yəni ekranda biz onları görmüşük. Onların toy möcüzələrini də yəni görmək o daha yaxşıdır. O da yəni sağ olsunlar ki, vaxtında bunları lentə alıblar. Və siz düz buyuruyorsunuz ki, indi də Bakı kəndləri var. İndi əhali daha da ondan da artıb. Bəlkə də imkan ondan da çoxalıb. Ancaq o toylar indi ondan da çoxlu toylar olur. O keyfiyyətdəki toylar yoxdur. Yəni o mənadakı o dinləyici də yoxdur. Və o indi açıq etiraf edək ki, Rafal müəllim, indi həmin o xananda dəstəsi də yoxdur da. Əsas məsələ odur ki, yəni o vaxt ki, elə nəhəng xanandalar vardı. İndi mən hesab edirəm ki, yəni o dəstə yoxdur. Bunlar da yəni o cür keyfiyyətli toyların, yəni həmin dövrün toyların olması üçün həm xananda dəstəsi olmalıdır, həm o insanlar olmalıdır. Yəni ona görə sizə, ona görə biz çox dərin təşəkkürümüzü bildiririk ki, siz məsələn bugün belə bir verilişi ərsəyə gətirirsiniz. Siz də sağ olun və yaxınlardan, qohumlardan, dostlardan, tanıyanlardan kim Canəlini və Canəlik qəblindən olan insanları, onların yaradıcılığını yaşatmaq, təbliğ eləmək yolunda iş görürsə, bu artıq millətə xidmət deməkdir. Çünki bu millətin irsidir. Canəli sənin mənim deyil ki təkcə. Sənin mənim ola bilər dost, qardaş, canciyər kimi. Amma yaradıcılığı ilə Canəli hamınınkidir, millətinkidir. Odur ki, və nə qədər ki bu muğam var, bu musiqi var və Canəli bütün millətinki olacaq. Biz olmayanda da bir başqaları çıxacaq ortaya ki, görəcək bu irs var, bu yaradıcılıq var, onu təbliğ eləyəcək, təqdir eləyəcək, gələcək nəsillərə də tanıdacaq. Odur ki, mən də sizə çox
Təşəkkür edirəm ki, bu irsi yaşatmaq yolunda böyük işlər görürsünüz və bu yalnız ailə adından görülən iş deyil, bu millət namında görülən işdir. Mən sizə bütün başqa işlərinizdə də uğurlar arzulayıram, sağlamlıq arzulayıram. Bu işə görə də bir daha təşəkkür edirəm. Çox sağ olun Rafael müəllim. Mən də bir daha sizə təşəkkür edirəm. Yəni siz belə gözəl bir verilişə, belə bir baxımlı verilişə, yəni bu verilişə xüsusən əsasən ziyalılar, belə deyək ki, yəni bu verilişin qədrini bilən adamlar baxır. Həmin verilişdə məsələn siz məni qonaqçı kimi çağırmısınız, böyük bir sənətkar haqqında bir qohumluqdan kənarda. Mən buna fəxr edirəm. Fəxr edirəm ki, sizin kimi gözəl bir, böyük bir alimin, böyük bir şəxsiyyətin həm müasiri, həm də sizinlə bir üzrə dayanıb söhbət edə bilir. Buna mən çox fəxr edirəm. Xalq artisti Canəli Əkbərovdan danışanda unudulmaz müğənnimiz Sara Qədimova söylərdi ki, o dürüst xanəndə, bütöv xanəndə, həmişə ehtiyatda 40-cı fəndə olan xanəndədir. Tükəvələ kəndi Azərbaycanın yüzlərlə irili xırdalı kəndi arasında hansısa xüsusi əlamətləri ilə seçilməyən bir balaca yaşayış məntəqəsidir. Ancaq o kənddən çıxmış bir övladın sayəsində Tükəvələ Azərbaycanın mənəviyyat, mədəniyyət xəritəsində şərəfli bir mərtəbəyə ucaldı. Canəli Əkbərov məlahətli avazı ilə sənət üfüqlərimizin ucalıqlarında qaldıqca öz doğma ata-baba yurdunu da, bütöv Azərbaycanı da yüksəldəcək, nurlandıracaq, şərəfləndirəcək. Hörmətli dinləyicilər, axşam görüşlərinin unudulmaz xanəndəmiz, xalq artisti Canəli Əkbərovun xatirəsinə həsr edilmiş buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rafael Hüseynov hazırlayıb.